Gəlin definition testlərinə baxaq. Diplomat deməkdir. Yəni nümayəndə hansı ki, sənin ölkəni başqa bir ölkədə təmsil edir. Decree fərman deməkdir, rəsmi bir sənəddir. However isə lakin, amma ancaq deməkdir. Elə baxın, despite that, but. Bunların mənası da buna baxmayaraq, lakin deməkdir. Ayla uyğunlaşır. 3A. Diplomat da bir şəxsdir. Baxın, official representing a country abroad. Deməli, ölkəni xaricdə rəsmi surətdə təmsil etmə. Bu da olur B bəndi. Baxın, xarici sözündən yadda saxlaya bilərsiniz. Representing abroad. Represent təmsil etmək deməkdir. Decree fərman, official order, rəsmi bir əmrdir, hansı ki, deməli, qanun gücü var. Deməli, force güc, qüvvə deməkdir. Law da qanun deməkdir. Burada da oflu bir birləşmə yaranıbdır. Qanun, gücü. Deməli, bu da olur C bəndi. Onda belə oldu. Bir də B, C, A, B, C. Bu da olur. Bir də Y bəndi. Baxırıq 2-yə. Deməli, existence mövcudluqdur. Moreover, əlavə olaraq deməkdir. Baxın, in addition əlavə olaraq deməkdir. Sinonimdir moreover ilə. Ona görə 3-də olur B bəndi. Verify-da deməli, təsdiqləmək deməkdir. Əmin etmək. Baxın, make certain that something is true. Yəni, əmin eləmək ki, bu düzgündür. O da olur C bəndi. Existence-də mövcudluq, state of being real, yəni real olmaq halı, vəziyyəti. Yəni reallığı, mövcudluğu. 2 də olur A bəndi. Cavab C, A, B oldu. O da olur A bəndi. Bir də baxağın, deməli, existence mövcudluq, moreover oldu in addition. Verify-da make certain that something is true. Əmin etmək ki, bir şey doğrudur. 3-ə baxırıq. Deməli, confirm təsdiq etməkdir. Maintain, baxın, confirm ilə approve, deməli, sinonimdir bir-birindən. Bir C bəndi qeyd edin. Confirm bərabərdir approve. Sonra, maintain qoruyub saxlamaqdır. Baxın, keep in existing state, continue davam eləmək və mövcud halında, bax, exist mövcud olmaqdır. Mövcud state, hal, vəziyyətdir. Mövcud halında saxlamaq, yəni davam eləmək. Bu da olur maintain. 2 olur B bəndi. State'in mənası hal, vəziyyətdir. Development-də inkişaf. The process of growing, inkişaf prosesi. Bu da olur A bəndi. Cavab C-badır. O da olur D bəndində. Sonra keçirik. Bu, köhnə 9-un sözləridir, uşaqlar, onu biləsiniz. Lingvistik dilçilik deməkdir. Diplomasi, diplomatiya, widespread, geniş yayılmış. Bu sözdən tutaq, çıxaq. Çünki bu asandır. Baxın, worldwide, global, universal. Deməli, 3 olur A bəndi. Getdi. Diplomasi, diplomatiyadır, baxaq. Management of relationship between countries, ölkələrin arasında əlaqələrin idarəsi. Bu nədir? Diplomatiyadır. Bu da oldu C. Lingvistikdə dilçilikdir. The study of language, dilin öyrənilməsi. Bu da olur B bəndi. Cavab B-C. B-C, A. Cavab oldu B bəndi. Keçirik bura. Major sözünü mən sizə demişdim. Important, essential. Bunlar sinonimdirlər. Vacib deməkdir. Sonra vital var. Bunlar hamısı sinonimdir. Özünüz bilirsiniz artıq onu. Without hesitation. Bu cümlə sözü əzbərləyin. Tərəddüdsüz. Yəni, bir şeyi immediately, dərhal və istəkli şəkildə edirsən. Yəni, without hesitation, tərəddüdsüz. Bir şeyi düşünmədən eləyirsən. A bəndi. Relate əlaqəsi olmaq, connection əlaqə deməkdir. Make a connection, fiil kimi C bəndi. Onda olur buds. Onda olur A bəndi. Keçək 6-ya. 6-cı testimizdə nə deyir? Instant, career, native. Native nədir, qızlar? Native doğma, yerli deməkdir. Lokal sözü axtara bilərik. Baxın, deməli, living in a particular place since birth. Yəni, doğduğundan bəri xüsusi bir yerdə yaşamaq. Yəni, doğma olmaq, yerli olmaq. Mən deyirəm ki, mən yerliyəm də, burada yerli əhaliyik. Yəni, doğduğumdan bəri burada yaşayıram, mən burada oluram yerli. Native, doğma, yerli olur B bəndi. Career, kariyer, job of profession, peşə və iş olur A. Instantda dərhal baş verən, ani dərhal deməkdir. Happening immediately, dərhal baş verən. Bu da olur C bəndi. Instant, anidən, ani, bir də dərhal. Məsələn, deyirəm ki, instant earthquake, dərhal zəlzələ. Ona görə yadda saxlayın. 7-ci,
Universal, universal deməkdir. Görək burada management, idarəçilik, relationship, əlaqə. Baxaq, relating to by all people in the world. Administration of organization. Bax, şirkətin administrasiyası, yəni idarəçiliyi, bu olur management. Bu oldu B bəndi. Əlaqə, connection, əlaqə C bəndi. Relationship, əlaqə. Deməli, dünyada olan bütün insanlar tərəfindən olan əlaqəyə də beynəlxalq əlaqə deyilir. A bəndi. A, B, C. Universal o deməkdir, yəni bütün ölkədə istifadə olunan, bütün ölkəyə aid olan A, B, C. Cavab adı. Airline, conference, willingly. Willingly bayaq orada vardı. Nədir? İstəkli bir şəkildə. Bax, enthusiastically, istəkli bir şəkildə. Enthusiasm sözünün zərf formasıdır. 1-3 olur C. Air transportation system. Transportation nəqliyyat deməkdir. Hava nəqliyyat sistemi, yəni hava xətti. Hava yolu C bəndə hava xətti. 1 oldu C. Konferansda formar böyük bir mitingə, iclasa konferans deyirlər. O da olur A. O görüm nəyə səhv yazdım. Burada bu B idi. Bıd, A, C, bac. O da olur B bəndə. 9-a baxırıq. Inaccurate, səliqəsiz deməkdir. Fill-in doldurmaq, qəbdə boşluqdur. Bax, add information in spaces. Boşluqların içərisinə informasiyanı qoymaq, yəni doldurmaq. Bu B-dir. Not accurate or correct. Düzgün olmayan isə yanlış. Accurate-in antonim nə olar? Inaccurate. Bu da C-dir. Accurate, inaccurate. Eləmi qızlar? Space between two people or things deyir. Nə cansız şeylərin və yaxud da insanların, iki dənə insanın arasındakı yerə, space-ə nə deyirlər? Boşluq deyirlər. Bu da olur A bəndi. Fiilin doldurmaqdır, amma gap space boşluqdur. Bu da olur cıba. Cıba harda var? Elə A bəndi ilə çox A bəndi çıxır. Fluently səris şəkildə deməkdir. Treasurer, bu xəzinədar, belə deyək, xəzinədar. Bax, a person who is charge of money. Pulla məşğul olan şəxsi xəzinədar deyirlər. 3 oldu C. Speak or read easily well. Asanlıqla, deməli, oxumaq, danışmaq, asanlıqla və yaxşı şəkildə oxumaq, danışmaq. Əsasən biz deyirik speak fluently, səlis şəkildə danışmaq. Baxın, elə bu budur. Literally, ədəbi olaraq, relating to literature, ədəbiyyatla əlaqəli, bu da olur A bəndi. Bu ağacı, bu ağacı cavabı B bəndi. Baxırıq 11-ə. Deməli, luxuru nədir qızlar? Bax, bunu mən öyrətmişdim sizə. Nəzərdən keçirməkdir. Read something quickly. Bax, nəyisə cəld bir şəkildə oxuyursan, nəzərdən keçirirsən. 3 olur A bəndi. Quotation, bilirsiniz nədir? Quotation start deməkdir. Sequence ardıcıllıq deməkdir. Bax. The order in which things happen. Bir şeylərin baş vermə order sırası, ardıcılığı bu C ola bilər. Group book of play. Sözlər qrupu, kitabdan və əsərdən olan sözlər qrupu, bu da quotation ola bilər. Luxuru da dedik A bəndi, cıba. O da olur B bəndi. Deməli, bilingual bilirsiniz nədir? Able to use two language equally well. 2 dənə dili bərabər şəkildə, equally bərabər deməkdir. Bərabər şəkildə yaxşı istifadə eləmək, bacarmaq deməkdir. Yəni, 2 dilli adama deyirlər. Bilingual 2 dil danışan adama deyirlər. Bu oldu C bəndi. Artificial sözü çox işlənən bir sözdür. Süni deməkdir. Made by people, yəni insanlar tərəfindən hazırlanmış bir şey, süni. Made by people bunun definitionudur. Yəni, deyirəm ki, nəsə sünidir də, insanlar tərəfindən hazırlanır bu mənada. Convey də daşımaq deməkdir. Carry'nin sinonimidir. Transport or carry to a place. Deməli, bir yerə daşımaq və transport eləmək, yenə də daşımaq. Convey, o da olur A bəndi. A, C, B. A, C, B hardadır? C bəndində. 13-ə keçirik. 20 testimiz var. Baxağım. Assume güman eləmək deməkdir, qızlar. Sonra suppose-la sinonimdir. Suppose, assume, güman etməkdir. Bu sözləri əzbər yadda saxlayın. Bunlar sinonimdirlər. Suppose və assume. Entirely, completely, tamamilə deməkdir. Entirely deyir, məsəl üçün, entire world, bütün dünya. An entire world, bütün dünya. Və ya da the complete world,
tam dünya. Düzdür, complete orada məna cəhətdən otursa da biraz yaraşmır ora. Yəni entire'nin sinonimi kimi complete, completely götürə bilirik. Whereas halbuki deməkdir, also və but. Bunu 100% bilirsiniz. Bu da oldu B, cıba. Cıba hardadır? B bəndindədir. Extinct bilirsiniz nədir? Nəsli tükənmiş deməkdir. Not now existing. Yəni indi mövcud olmayan. Bu olur A bəndi. Extinct-lə bu sözü qatmayın. Extinct nəsli kəsilmiş, tükənmişdir. Amma bu exist isə mövcud olmaq deməkdir. Rude, kobud deməkdir. Yəni, bax, not polite, nəzakətli olmayan, offensive də incidici. O da olur B bəndi. Prospect də gələcəkdə gözlənilən bir şeylərdə adətən istifadə olunur. Prospect gözlənilən bir şey. Probability or chance for future success. Yəni deyir, bu gələcəkdə əldə ediləcək bir uğur üçün şans və yaxud da gümana deyilir. Bu olur C bəndi. Bu bəndə A bəndidir. A, B, C deyilir. A, B, C, Y bəndindədir. 15-ci testə keçəyin. Power, güc, qüvvə deməkdir. Power, güc, qüvvə obviously açıq şəkildə deməkdir. Frustrating də qorxuducu deməkdir. Ability to control people and events. Deyir ki, insanları və hadisələri idarə etmək bacarığına yəqin ki, güc deyərik. A bəndi. Bax, annoyed. Səni deyir, elə bil bezdirmiş hiss edir, qorxmuş hiss edir. Frustrating C bəndi. In a way that is easy to understand. Deyir, bu yoldur hansı ki, başa düşmək asandır. Yəni, açıq bir şəkildə, açıq aydındır da, başa düşməsi asan bir yolda. Asandır. A, B, C. A, B, C də olur Y bəndidir. Effect, cəhd deməkdir. Quiet, olduqca conserve qorumaq ola bilər. Quiet olub, bir də tamamilədir. Elə quiet-lə completely sinonimdir A bəndi. Protect something from damage. Nəyisə ziyandan qorumaq. Bax, budur conserve. Use of physical or mental energy. Fiziki və mental bir enerji sərf eləmək, yəni cəhd eləmək bir şeyə. Bu da B bəndidir. B, A, C. Oldu C bəndi. Deməli, effect, cəhd. Quiet, completely ilə sinonimi oldu tamamilə. Olduqca. Conserve də qorumaqda protect something ilə sinonim oldu. Və mən sizə demişdim ki, protect from sözünündən işlənir. Baxın, protect something from, kimsə nədənsə qorumaq. 17-yə baxırıq. Offensive, incidici deməkdir. In a way, ola bilsin ki, method and manner ola bilər. Bu davranış, metod və yol. Result nəticədə, bax, consequence bir də effect. Bu nəticədə consequence sözünün result sinonimdir. Offensive də, bax, aggressive, making attack. Yəni, hücum eləyən aggressiv C bəndi, incidici. C, A, B. C bəndi. Deməli, result nəticə. Consequence sözünə sinonimdir, nəticə deməkdir. In a way, metod və manner, yol, metod və davranış. Offensive də incidici. Noun, happen, advanced. Advanced nədir? Yəni, qabaqcıl. Advanced qabaqcıl deməkdir. Baxın, budur. Modern and recently developed. Müasir və son zamanlar inkişaf etdirilmiş. Yəni, bu, məsələn, deyirəm, müasir texnologiyalardan inkişaf edirik. Bu müasir texnologiya nədir? Qabaqcıl texnologiya. Son zamanlar inkişaf etdirilmiş texnologiya. Bu olur ki, happen and take place, bir də occur. Bu sözü 1000 dəfə sizə demişəm. Bunlar sinonimdir. B bəndi. Non, general recognized, ümumilikdə tanınan, bu da olur A, B, C. 19-20-yə də baxağın. Grow, yetişmək, böyümək. Deməli, improve, sübut etmək. Military-də hərbi hissə, hərbi hissəyə aid olan. Grow, yetişmək. Increase in size or amount. Deyil, miqdarda və ölçüdə artmaq. Bu oldu B bəndi. Grow. Prove, sübut eləmək. Yəni, use evidence. Evidence bilirsiniz nədir? Sübut, dəlil deməkdir. Bu da oldu A. Military-də bax, armed forces nədir? Arm, silah mənasında işlənir. Təkcə qol mənasında işlənmir. Armed forces silahlı qüvvələr deməkdir. Silahlı qüvvələr ya da ki, əskərlərlə əlaqəli olan, bu da hərbi. Bac. Bu A-cı. B bəndi. Site, yer, məkan deməkdir. Signature, imza deməkdir. Acquire, əldə eləməkdir. Bax, acquire ilə get, obtain sinonimdir. Cavab B bəndi. Mən bunu sizə demişdim. Deməli, qeyd eləyin. Acquire, acquire, get, bir də obtain, köhnə 8-ci sinif dərsliyində elə birinci unitdə idi, səhv eləmirəmsə. Bir də gain sözü var idi. Deyiləm, axı nəsə əksikdir. Gain. Bunların dördü də əldə etmək deməkdir və sinonimdirlər. Signature imzadır. Act of signing one's name to something. Deyir ki,
bir kəsin adının nəyəsə imzalanması deyək də, işarə edilməsi. Bu da imzadır, bu A bəndidir. Saytda, veb saytdan getdi, onda C bəndidir. C, A, B. C, A, B elədi, o da D bəndi.